27-ci gecə haqqında da müəyyən rəvayətlər gəlmişdir. Daha ümid olunan gecələrdən olması haqqında və bu da bir çox sahabələrin məzhəbidir. Və onlardan biri İbn Abbasdır və Ubey ibn Ka'b radiyallahu anhu and içərək deyərdi ki, Vallahiləzi la ilahə illəhu innəhə ləfi Ramazan və vallahi inni lə'ələmu eyyü leylətin hiyə leylətulləti əmarana bihə Rasulullah sallallahu aleyhi və səlləm bi qiyamihə hiyə leylətu sabihəti 27. Yəni Ubey ibn Ka'b radiyallahu anhu and içərək deyir ki, Allah and olsun ki, o gecə Ramazandadır, Ramazan ayındadır və bilirəm o hansı gecədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin o gecəni qiyamda keçirməyi bizə əmr etdiyi bir gecədir və o da səhərsi 27-ci gecənin günün gecəsidir. Yəni 27-ci gecədir. Hansı səhərsi gün 27-ci gün olur və o günün gecəsidir. Və həmçinin Abdullah ibn Abbasdan sabit olan rəvayətdə bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və deyir ki, ya Rasulallah, mən yaşlı bir xəstə bir insanam və mənə gecəni qalxmaq ağır gəlir. Fə'murni bileylətin ləalləllaha yuvaffiquni fiyhə lileylətil qadr. Yəni mənə o gecələrdən birisini buyur. Yəni ola bilsin o gecə Qədir gecəsinə təsadüf etsin və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Aleykə bis-səbi'ə, yəni sən 7-ci gecədən istifadə et, faydalan. Və digər bir rəvayətdə də gəlir ki, Mən kənə mütəhərrihə fəliyətəhərrəhə leylətə 27. Yəni axtarmaq istəyən onu 27-ci gecədə axtarsın. Lakin 27-ci gecə olması haqqında bu daima deyil, yəni çox vaxt ola bilər. Amma daha səhih olan odur ki, Qədir gecəsi Ramazan ayının son 10 gecələrində dəyişir.